Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif namazov riyaziyyat qiymətləndirmə kitabındakı test və tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 51-dəyik. Bugün kiçik summativ qiymətləndirmə 6 sualları həll edirik. Test 1-dən başlayırıq. Onlu kəsirlə yazın və 6 manat 17 qəpik, 2 manat 48 qəpik cəmini tapın. Onlu kəsirlə 6 manat 17 qəpik bu şəkildə yazılır. 6 tam %17. Üstəgəl digəri də 2 tam %48 cəmidir. Toplayırıq. 15 bir yadda, 5 bir yadda 6, bu da 8. 8 tam %65 manat C variantındadır. 3 manat 60 qəpiyin 9'da 4 hissəsi 2 manatdan neçə qəpik azdır? 3 manat 60 qəpik, bu edir 360. 360'ın 9'da 4 hissəsini tapmaq üçün 9'a bölüb 4'ə vururuq. 9'a böləndə 40, 4'ə vuranda 160. 160 deyir 2 manatdan nə qədər əksikdir? 2 manat 200 qəpikdir. 200'dən 160'ı çıxıb tapırıq ki, 40 qəpik əksikdir. B variantı. Asifin 12 manat pulu var. O pulun 3'də 1 hissəsini dəftər aldı. Bir dəftərin qiyməti neçə qəpikdir? 12 manatın 3'də 1 hissəsini tapırıq. Əvvəlcə 3'ə bölüb 1'ə vururuq. Bu eləyir 4. 4 manatı 5 dəftər alır. Bizdən bir dəftərin qiymətini soruşur. 4 manat 400 qəpikdir. 400'ü də 5 yerə bölüb bir dəftərin qiymətini tapırıq ki, 80 qəpikdir. D variantı. Rəvanənin 36 manat pulu var. O pula 250 qramının qiyməti 1 manat 50 qəpik olan konfetdən neçə kiloqram ala bilər? 250 qramının qiymətini verib. 250 qram baxırıq ki, 1 kilonun hansı hissəsini təşkil edir? 1 kilo 1000 qramdır. 1000'də 250 yazıb bunu ixtisar edirik. Hər biri 250'yə bölünür. 1000'i 250'yə böləndə 4, 250'ni 250'yə böləndə 1. Deməli 4'də 1 hissəsi 1 manat olan, 1 manat 50 qəpik olan konfetin qiymətini tapacaq. 4'də 1 hissəsi 1 manat 50'dirsə, yəni 150 qəpikdirsə, 150'ni 1'ə bölüb 4'ə vurmalıyıq. Bu da eləyir 600. Yəni 6 manat. Bərabərdir 6 manata. 1 kiloqramı 6 manatdır və deyir 36 manatı var. Neçə kiloqram ala bilər? 36'nı 6'ya bölüb tapırıq ki, 6 kiloqram ala bilər. A variantı. Bərabərliyində boşxanaya hansı ədəd yazılmalıdır? Deməli, burada baxaq görək nə deyir. 5'də 4 manat 87 qəpik çıx. Buna neçə qəpik çıxsaq 4'də 3 manat 32 qəpik qalar. Bunun üçün hamısını qəpiyə çevirərik. 5'də 4 manat neçə qəpikdir? 100'ün 5'də 4'ünü taparıq. Üstündə 87 qəpik də gələrik. 100'ü 5'ə böləndə 20, 20'ni 4'ə vuranda 80. 80'in də üstünə 87 gələndə 167 qəpik. İndi bunu tapaq. 100'ün 4'də 3 hissəsini tapıb üzərinə 32 gələcək. 100'ü 4'ə böləndə 25, 25'i 3'ə vuranda 75. Üzərinə də 30 gələk. Bu edir 107. 167'dən də 107'ni çıxıb aradakı fərqi tapırıq ki, 60 qəpikdir. C variantı. 6 kiloqram üzüm və ya 3 kiloqram ərik almaq üçün 15 manat pul ödəmək lazımdır. 1 kiloqram üzüm və 1 kiloqram ərik almaq üçün nə qədər pul ödəmək lazımdır? Deməli, üzümün qiymətini tapmaq üçün 15'i 6'ya bölməliyik. Qəpiyə çevirərik ki, bölə bilək. 1500 qəpik eləyir. 6'ya bölsək 2 dəfə düşür. Sonra 30'u böləcək, 5 dəfə düşəcək və 0'ı da yanına gətirəcək. 250 qəpik, yəni 2 manat 50 qəpik ödəmək lazımdır 1 kiloqram üzümə. Bunu yazaq bir qırağa. İndi əriyi tapmaq üçün 15'i 3'ə bölərik. Bu eləyir 5. Əriyin kiloqramı 5 manatdır. Bunu da üzərinə 500 qəpik gələk. Bu eləyir 750 qəpik. Yəni 7 manat 50 qəpik C variantı. Səbinə 6 ay ərzində hər ay ödəmək şərti ilə kreditlə kompüter aldı. Kompüterin qiyməti 1290 manat, əlavə ödəniş isə 174 manatdır. Kompüter üçün bir ayda neçə manat ödəmək lazımdır? 1290 manat kompüterin öz qiyməti, üzərinə gəlirik əlavə ödənişi 174'ü 4, 16, 4, 1, 1464 manat ödəməlidir və 6 ay ərzində ödəməlidirsə bir ay tapmaq üçün bunu 6 yerə bölürük. 2 dəfə, 4 dəfə, 4 dəfə, 244 manat A variantı. 4'də 3 manatın 5'də 4 hissəsi neçə qəpikdir? Biz tapacaq 4'də 3 manat neçə deməkdir? 1 manat 100'dürsə 100'ü 4'ə bölüb 3'ə vururuq. 100'ü 4'ə bölündə 25, 3'ə vuranda 75. İndi isə 75'in 5'də 4 hissəsini tapırıq. Tapmaq üçün 5'ə bölüb 4'ə vururuq. 5'ə böləndə
15, 15'i də 4-ə vuranda 60. D variantı. Keçdik səhifə 52-yə. 9 dəftər və bir neçə qələm üçün 13,2 manat pul verdilər. Bir dəftərin qiyməti 1,2 manat, bir qələmin qiyməti 0,6 manat olarsa neçə qələm alınmışdı? Deməli, dəftərin qiyməti 1,2 manatdır, yəni 120 qəpikdir və 9 ədəd alıbsa bunu 9-a vururuq, eləyir 1080 qəpik buna veribdir. Ümumi məbləğ isə 13,2-dir. 13,2-dən çıxacaq 1080 qəpik də olur 10,8. Onluq kəsrə çevirəndə çıxacaq bunu 12-dən 8 4, 2-dən 0 2. 2,4 də qələmə verdiyi puldur və qələm də 60 qəpikdir. Bunu da yenə qəpiklərə çevirərik. 2,4 240 qəpikdir. 0,6 isə 60 qəpikdir. 240-ı 60-a bölüb tapırıq ki 4 ədəd qələm alınmışdı. Rəvanə 3 kiloqram konfet və 1 kiloqram şokolad üçün 29,5 manat pul ödədi. 1 kiloqram konfetin qiyməti 4,5 manatdır. 1 kiloqram şokolad 1 kiloqram konfetdən nə qədər bahadır? Deməli, 1 kiloqram konfetin qiymətini veribdir və bu konfetdən 3 kiloqram alıbsa, deməli bunu 3-ə vururuq. Qəpiyə çevirərik. 4,5 qəpik 450 qəpikdir. Bunu 3-ə vururuq. 15, 12, 13, 1350 qəpik konfetə veribdir. İndi ümumi puldan, yəni 29,5-dən çıxacaq konfetə verdiyi pulu. Bunu onluq kəsrə çevirsək 13 manat 50 qəpik bu cür yazılır. 13,5 çıxsa 0-da 0 yazma ehtiyac yoxdur. 9-dan 3 6, 2-dən 1 1. 16 manat da şokolata veribdir və 1 kiloqram almışdır şokolad. Bizə deyir ki 1 kiloqram şokolad 1 kiloqram konfetdən nə qədər bahadır? Şokolad 16 manatdırsa 16-dan çıxırıq konfetin qiymətini. Konfet də 4,5 manat idi. Deməli ondan 5 çıxarıq 5. Burada 15 qalıb. 15-dən də 4 çıxarıq 11. 11,5 manat A variantı. Eyni cür parçadan bir topda 5 metr, o biri topda isə 7 metr var. Hər iki topdakı parçanın qiyməti 36 manat olarsa ikinci topdakı parçanın qiyməti neçə manatdır? Eyni cürdürsə toplayırıq. Ümumi bunlar 12 metrdir və birlikdə 36 manatdırsa 5-in üstünə 7 gəlməli idi. Bir dəfəlik cavabı yazdım bura. Birlikdə olur 12. Və bunlara 36 manat pul qiyməti 36-dırsa 36-dan 12-yə bölüb 1 metrin qiymətini tapırıq 3 manat. Bizdən ikinci topu soruşursa, ikinci topda 7 metrdirsə 7-ni 3-ə vururuq. 21 manat D variantı. Arzunun 50 manat pulu var idi. O birinin qiyməti 80 qəpik olan 12 dəftər və birinin qiyməti 2,4 manat olan 6 qələm aldı. Arzunun neçə manat pulu qaldı? Əvvəlcə dəftərə verdiyi pulu tapaq. 12 dəftər alıb və 80 qəpikdir. 12-ni 80-ə vuracaq. 96, 960 qəpik deməli dəftərə veribdir. İndi qələmə verdiyi pulu tapaq. 2,4 manat qəpiyə çevirsək 240 eləyir və bundan 6 ədəd alıbsa 6-ya vururuq. 1440, yəni 14 manat 40 qəpik. Və indi bunları toplayaq. 1440 qələmə verib, üstə gəl dəftərə də 960 verib. Bunları toplasaq eləyir 2400, yəni 24 manat. Deyir 50 manatı var idi. Deməli 50-dən də çıxırıq. Xərclədiyi pulu görək nə qədər pulu qaldı? 26 manat pulu qalar B variantı. Ata 3 kiloqram alma və 5 kiloqram armud aldı. 3 kiloqram alma 6 manat və 1 kiloqram armud 1 kiloqram almadan 40 qəpik baha olarsa ata 5 kiloqram armuda neçə manat vermişdi? Deməli biz əvvəlcə almanın 1 kiloqramının qiymətini tapacağıq. Deyir 3 kiloqram alma 6 manatdır. Deməli 6-nı 3-ə bölüb 1 kiloqramının qiymətini tapırıq ki, almanın 1 kiloqramı 2 manatdır. İndi deyir 1 kiloqram armud 1 kiloqram almadan 40 qəpik bahadır. Yəni 2 üstə gəl 40 qəpik onluq kəsir şəklində yazsaq 0,4. Deməli armud da 2,4 manatdır. İndi deyir ki, ata 5 kiloqram armuda nə qədər pul vermişdi? 2,4-ü qəpiyə çevirək 240 və 5 kiloqramı soruşursa 5-ə vuraq. 1200 qəpik, yəni o da bərabərdir 12 manat.
Bank 1 illik krediti məbləğdən əlavə onun %18 hissəsini geri qaytarmaq şərti ilə verir. İş adamının aylıq xərci 14.000 manatdır. O bankdan götürdüyü 80.000 manata krediti 1 il ərzində qaytardıqdan sonra 37.600 manat qazancı oldu. Onun aylıq qazancı dəyişməzsə aylıq gəlirinin neçə manat olduğunu tapın. Deməli, bankdan götürdüyü pul burada verilib 80.000 və deyir bunun %18 hissəsini əlavə olaraq verəcək. Bunun %18 hissəsini tapırıq. 100-ə bölüb 18-ə vuracaq. 100-ə böləndə 2 0 gedir. 800-ü 18-ə vuraq. 2 0-ı yazaq əvvəlcə. 8-i 8-ə 64, 8-i 1-ə 8, 6-da yadda 14. Bu əlavə verəcəyi puldur. Üstəlik banka verdiyi pulu da gəlirik üstünə görə ümumi nə qədər pul verməlidir. Deməli sıfırlar 4 4. Aha, bu ümumi banka verəcəyi puldur 94.400 manat. Sonra bizə deyir ki, pulu qaytarandan sonra, yəni krediti bu qədər pulu qaytarandan sonra bu qədər də pulu qalıbdır, qazancı olubdur. Yəni ona qalan puldur. Deməli, bu bank xərcinin üzərinə, bank kreditinin üzərinə əlində qalan pulu gələk görək. Aylıq bunun, illik daha doğrusu gəlirini tapacaq bunun. 94.400 üstə gəl 37.600. Bunları toplasaq 11 yadda 11, 12, 12 bir yadda 13. 132.000. Sonra bunu 12 aya böləcəyik. Bir aylıq qazancını tapacaq. 132.000-i 12'ye 0'ın birini eksik yazdım. Böl 12. Böləndə deməli 1, 1 və sıfırlar 11.000 eləyir. Bu aylıq qazancıdır. Aylıq xərci də bu qədərdir. Bunu da bunun üzərinə gəlib aylıq gəlirini neçə manat olduğunu tapacaq. 11.000 üstə gəl 14.000. Bu deyilir 25.000. Mağaza 3 dəftəri 2,1 manata almışdı. 90 dəftərin satışından 9 manat qazanc əldə olunmuşdu. Bir dəftər neçə qəpiyə satılmışdı? Əvvəlcə bir dəftəri neçəyə almışdı onu tapaq. 3'ünü 2,1 manata alıbsa bunu qəpiyə çevirəndə 210 qəpiyə alıbsa birini tapmaq üçün 3'ə bölürük. Tapırıq ki 1'in 70 qəpiyə alıb. 90 dəftərin satışından 9 manat qazanc əldə edibsə, bir dəftərdən nə qədər qazanc əldə edib tapırıq. 9 manat 900 qəpikdir. 900'ü 90'a bölüb birindən nə qədər qazanc əldə edib onu tapırıq ki 10. Deməli 70 manata alıbdı. Bu bunun xərcidir. Biz gəliri tapmalıyıq. Neçəyə satmışdı, yəni nə qədər pul gəlmişdi ona. 10 qəpik də qazanıb hər qələmdən dəftərdir. Daha doğrusu qazancı gəliri xərcin üzərinə gəliri tapmaq üçün bu deyilir 80 qəpik. Keçirik səhifə 53-ə, test 2-yə. Onlu kəsirlə yazın və fərqini tapın. 8 tam %23'dür. Birinci ədədimiz, ikincisi isə 6 tam %35'dir. Fərq deyirsə çıxırıq. Tapırıq 13'dən 5 8. Burada 1 qalıb 11'dən 3 8. Burada 7 qalıb 7'dən 6 1. 1 tam %88 D variantı. İkinci suala baxırıq. 5 manat 40 qəpiyin 3'də 2 hissəsi 3 manatdan neçə qəpik çoxdur? 5 manat 40 qəpik 540 qəpikdir. Əvvəlcə bunun 3'də 2 hissəsini tapmalıyıq. Tapmaq üçün 3'ə bölüb 2'yə vururuq. 3'ə böləndə deməli 18 0 180 eləyir. 180'i 2'yə vuranda 360 eləyir. Bir bu 3 manatdan neçə qəpik çoxdur? Yəni 300 qəpikdən 360'dan da 300'ü çıxıb tapırıq ki 60 qəpik çoxdur. C variantı. Kəmalən 10 manat pulu var. O pulunun 4'də 3 hissəsinə 15 eyni qələm aldı. Qələmin qiyməti neçə qəpikdir? 10 manatın 4'də 3 hissəsini taparıq. Bunun üçün qəpiyə çevirərik 10 manatı. Bu eləyir 1000 qəpik. 1000'i 4'ə bölüb 3'ə vururuq. 1000'i 4'ə böləndə deməli 250 eləyir. 250'ni 3'ə vuranda 750 eləyir. Və buna deyir 15 qələm alıb 750'ni də 15'ə bölüb bir qələmin qiymətini tapacaq. 75'in içində 15 deməli 5 dəfədir. Və sıfırı da gətiririk yanına. 50 qəpikdir deməli qələmin qiyməti. Rövşənin 85 manat pulu var. O bu pula
500 qramının qiyməti 8 manat 50 qəpik olan neçə kiloqram yağ ala bilər? 500 qram yarım kiloqram deməkdir. Çünki 1 kiloqram 1000-dir, 1000-in yarısı 500-dür. Yarısı 8 manat 50 qəpikdirsə 1 kiloqramın qiymətini tapmaq üçün bunu 2-yə vuracaq. Qəpiyə çevirərik, 850 2-yə vurarıq. 0, 11 yadda, 16 bir yadda, 17. 1700 qəpikdir 1 kiloqramı, yəni 17 manatdır. 85 manata neçə kiloqram almaq olar tapmaq üçün 85-i bölürük 17-yə. Bu da eləyir 5. B variantı. 4də 1 manat nəysə də bu bərabərliyində boş xanaya hansı ədəd yazılmalıdır? Əvvəlcə bu hissəni hesablayaq. 100 qəpiyin, yəni 1 manat 100 qəpik olduğuna görə 100 qəpiyin 4də 1 hissəsini tapırıq, 4-ə bölürük. Bu eləyir 25, üzərinə də 38 gəlsək, bu eləyir 63 qəpik. İndi cəmdəki ədədi tapaq. 4də 3 manat, yenə 100-ü 4-ə böləndə 25, 25-i 3-ə vuranda 75 edir. Üzərinə də 44-ü gəlsək 119. Cəm 119-dur. Digər toplananı tapmaq üçün cəmdən 63 çıxacaq. Məlum toplananı çıxacaq. 11-dən 6, 5, 56 qəpik D variantı. 3 kiloqram yağ və ya 7 kiloqram pendir almaq üçün 42 manat pul ödəmək lazımdır. 1 kiloqram yağ, 1 kiloqram pendir almaq üçün neçə manat pul ödəmək lazımdır? 3 kiloqram yağa 42-dirsə, 42-ni 3-ə bölüb 1 kiloqram yağı tapırıq. Bu eləyir 14. Pendiri tapmaq üçün 42-ni 7-yə bölürük. Bu da eləyir 6. Deməli, birinin kiloqramı 14 manatdır, birinin 6 manatdır. Bunları toplayıb tapırıq ki, 20 manat ödəmək lazımdır. Rəvanə 6 ay ərzində hər ay ödəmək şərti ilə kreditlə mobil telefon aldı. Telefonun qiyməti 840 manat, əlavə ödəniş isə 96 manatdır. Telefon üçün bir ayda neçə manat pul ödəməlidir? Deməli, telefonun qiyməti üzərinə gəlirik, əlavə ödənişi, verəcəyi pulu tapırıq. Verir 936 və bunu 6 ay ərzində verməlidirsə, 936-nı da 6-ya bölürük. Tapırıq ki, bir aya nə qədər verməlidir? Bu eləyir, deməli, 156 C variantı. 8-ə baxırıq. Onda 9 manatın 6-da 5 hissəsi neçə qəpikdir? Əvvəlcə tapaq, onda 9 manat nə qədərdir? 1 manat 100 qəpikdirsə, 100-ün onda 9-unu tapmalıyıq. Ona böləndə 10, 9-a vuranda 90. 90 qəpiyində 6-da 5 hissəsini tapmaq üçün 6-ya bölüb 5-ə vururuq. 6-ya bölək əvvəlcə 15, 15-i də 5-ə vuranda 75. B variantı keçdik. 54-də 9-a baxırıq. Kənan 15 dəftər, 12 qələm üçün 27,6 manat pul ödədi. Bir dəftərin qiyməti 1,2 manat olarsa, bir qələmin qiyməti neçə qəpikdir? Deməli, 15 dəftər alıb və dəftərin də qiymətini verib bizə 1 manat 10,2, yəni 120 qəpik. Ona görə bunu 120-yə vurarıq. 12-yə vuraq, sonra 0-a gətirəcək yanına. Deməli, 15-i 2-yə vuranda 30. 1-i 15-ə vuranda 15. Bunları toplayanda 180, bir sıfırımız da vardı, onu da gətirik. Deməli, biz niyə 15-i 12-yə vurdum ki mən? Çünki 15 dəftər alıb və birinin qiyməti bu qədərdir. Deməli, dəftərlərə 18 manat pul ödəyibdir. Ümumi 27,6 manat pul ödəmişdir. Bundan çıxırıq 18-i, yəni dəftərlərə verdiyi pulu. 27-dən 18 çıxırıq 9. 9,6 manat da qələmlərə verib 12 qələmə verib. Bir qələmi tapmaq üçün bunu da 12-yə bölməliyik. Bunun üçün bunu qəpiyə çevirərik. Bu eləyir 960 qəpik. 960-ı 12-yə böləndə 96-nın içində cavab eləyir 80 qəpik C variantı. Akşin 4 kiloqram alma, 3 kiloqram armud üçün 22 manat pul ödədi. 1 kiloqram almanın qiyməti 2,5 manat olarsa 1 kiloqram armud 1 kiloqram almadan nə qədər bahadır? Deməli, bizə almanın qiymətini verib 2,5 manat, yəni 250 qəpik. 4 kiloqram alıbsa, bunu 4-ə vururuq. Bu eləyir 1000 qəpik, yəni 10 manat. 22 manatdan almaya verdiyi pulu 10'u çıxırıq, qalır 12 manat. Və bunu da 3 kiloqram armuda veribsə 12-ni də 3-ə bölüb armudun qiymətini tapırıq ki 4 manatdır. İndi soruşur 1 kiloqram armud 1 kiloqram almadan nə qədər bahadır? Alma 2,5 idi, armudu da biz tapdıq. Deməli 4-dən də 2,5-i çıxırıq. Tapaq görək biri digərindən nə qədər bahadır?
Bu deyilir 1,5 B variantı. 11'ə baxırıq. 2 qız eyni qiymətə 12 dəftər aldı. Onlardan biri aldığı dəftərlər üçün 5,6 manat, ikincisi isə 4 manat verdi. İkinci qız neçə dəftər aldı? Əvvəlcə biz dəftərin qiymətini tapacağıq. İkisi birlikdə nə qədər pul verib onu tapırıq. Biri 5,6, biri 4 manat veribsə bunları toplayırıq. Bu eləyir 9,6. Yəni 960 qəpik veriblər 12 dəftərə. Eyni qiymətdə deyir və 12-yə bölürük. Bir dəftərin qiymətini tapırıq. Bu eləyir 80 qəpik. Bizdən ikinci qızı soruşur. İkinci qız 4 manat pul veribdir. 4 manatı da, yəni 400 qəpik də 80-ə bölürük. Görək neçə dənə ala bilər? 5 dənə ala bilər D variantı. Səmra 1-nin qiyməti 90 qəpik olan 4 dondurma və 21,4 manata olan bir tort alıb kassaya 30 manat pul verdi. Kassir ona neçə manat pul qaytardı? Deməli, birinin qiyməti 90 qəpik olan 4 dondurma alırsa 94'ə vurub tapırıq ki, dondurmalara 360 qəpik verməlidir. Və bunun da üzərinə gəlirik torta verdiyi pul. Torta verdiyi pul 21,4'dür. Bunu qəpiyə çevirsək 2140 eləyir. Bunu da gələk üzərinə. Deməli. Bu eləyir 2500, yəni 25 manat. 30 manat veribsə 30'dan çıxırıq. 25'i kassir deməli ona 5 manat qaytarmalıdır A variantı. 1 kiloqramını 70 qəpiyə alan satıcı 80 kiloqram pomidorun satışından 4 manat ziyan etdi. O pomidorun 1 kiloqramını neçə qəpiyə satmışdı? Pomidorun ümumi satışından 4 manat ziyan edibsə, 1 kiloqramdan nə qədər ziyan edib onu tapmaq üçün 4 manatı 80'ə bölərik. Bu edir 400 qəpik, 80'ə böləndə 5 qəpik. Hər kiloqramdan 5 qəpik ziyan edibsə, yəni 70 qəpiyə alıbsa, deməli bu 5 qəpiyi çıxarırıq, etdiyi ziyanı başa düşərik ki 65 qəpiyə satıbdır. 1 illik krediti məbləğdən əlavə onun %16 hissəsini geri qaytarmaq şərti ilə verir. İş adamının bir ayda gəliri 18.000 manatdır. O bankdan götürdüyü 60.000 manat krediti 1 il ərzində qaytardıktan sonra illik qazancı 2400 manat oldu. Onun aylıq gəliri dəyişməzsə, aylıq xərcləri neçə manat olduğunu tap. Əvvəlcə biz baxaq görək, o banka nə qədər pul verməlidir? 60.000 götürüb, bunun da %16 hissəsini əlavə olaraq verməlidir. 100'ə bölüb 16'ya vuracaq. 100'ə bölündə 2 sıfır gedir. 600'ü 16'ya vuraq. 6'nı 16'ya 96 eləyəcək. 2 dənə də sıfırı yanına gətirəcək. Bu əlavə verdiyi puldur 9600. İndi ikisini birlikdə tapaq. Ümumi, yəni verəcəyi pulu tapaq. 60.000 götürüb əlavə də 9600 verməlidirsə, birlikdə olur 69.600 manat pul verməlidir banka. Sonra deyir illik qazancı da bu qədərdir. Yəni banka bu qədər pul verəndən sonra qazancı da qalır 2400 manat. Bunu da gəlirik üzərinə 69.600'ün üzərinə gəlirik 2400. 0 0 0 deməli 9'dan 2 11, bir yadda 12, 6'dan da həmin 1 7. 72.000 manat. Sonra bizə demişdi ki, bir ayda gəliri bu qədərdir. Hələ biz bir aydakı qazancını tapaq. Bu bir illik qazancıdır. Bunu da bölürük 12 yerə. Bölürük 12'yə. Bu eləyir 6000. İndi bizdən xərci soruşur. Gəlir bu qədərdir. Qazanc bu qədərdir. Xərci tapmaq üçün gəlirdən qazancı çıxacaq. 18.000 çıxılsın 6000. O da bərabərdir 12.000. Və axırıncı məsələyə baxaq. Mağaza 4 kiloqram kartofu 3 manata aldı. 96 kiloqram kartofun satışından 14,4 manat qazanc əldə olundu. Kartofun 1 kiloqramı neçə qəpiyə satıldı? Deməli 4 kiloqram kartofu 3 manata aldısa, 1 kiloqram kartofu neçəyə alıb tapmaq üçün 3 manatı qəpiyə çevirir 300 və 4'ə bölürük. 30'un içində 7 dəfə, 20'in içində 5 dəfə. Deməli 1 kiloqramın 75 qəpiyə alıb. Sonra deyir 96 kiloqram kartofun satışından bu qədər qazanc əldə etdi. İndi biz 1 kiloqramından nə qədər qazanc əldə edib onu tapaq. Bunu qəpiyə çevirsək 14,4'dür. 14 manat 1400'dür. 1440 eləyir. 1440'ı bölürük 96'ya. Bu eləyir 15. İndi bizdən deyir neçəyə satıb?
Deməli 75 qəpiyə alıbdı. 15 qəpik də pul qazanım üstündə. Deməli 75-dən 15 qəpik artığa satıb ki, qazancı durdu 15 olub. Bunu da toplayanda 90 qəpik. Deməli 1 kiloqramını 90 qəpiyə satdım. Bəli, KSG suallarımız bitdi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.